bugünkü konferans Qərbi Azərbaycan icmasının Bakı şəhərində keçirilən üçüncü beynəlxalq konferansıdır. Və bu konferanslarda biz Qərbi Azərbaycana qayıdış hüququnu beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi güdürük. Və bu gün 61 ölkədən 100-dən artıq nümayəndə bu konferansımızda iştirak edir. Və konferansımızın əsas mövzusu mədəni irs və qayıdış hüququ məsələsidir. Bildiyiniz kimi soydaşlarımız 37 il bundan qabaq sonuncu deportasiya zamanı tarixi torpaqlarından, Qərbi Azərbaycan torpaqlarından, öz ata-baba yurtlarından qovulublar və bu müddət ərzində Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli dərəcədə zərər görübdür və bizim apardığımız monitorinqlər nəticəsində müəyyən eləmişik ki, Qərbi Azərbaycanda əcdadlarımızın min illər boyu yaratmış olduğu mədəni irs nümunələri xeyli dərəcədə erməni vandalizminə məruz qalıbdır. Biz bu məsələ ilə bağlı BMT-nin müxtəlif qurumlarına, o cümlədən UNESCO-ya da müraciətlər etmişik. Hətta UNESCO-ya etdiyimiz müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədi kimi də yayılıb və bu sənəd yayıldıqdan sonra BMT rəhbəri Ermənistan rəhbərliyinə də müraciət edib. Qərbi Azərbaycan, indiki Ermənistan arasında Azərbaycan mədəni irsinin qorunması, vəziyyətinin aydınlaşdırılması və bərpası imkanlarının nəzərdən keçirilməsi ilə bağlı çox təəssüf ki, Ermənistan rəhbərliyi bütün bu çağırışlara həm bizim, həm BMT rəhbərliyinin çağırışlarına laqeyd yanaşıbdır. Bildiyiniz kimi artıq bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesi gedir. 8 Avqustda Vaşinqton görüşləri zamanı bu sazişin paraflanması prosesinin biz şahidi olduq. Biz Qərbi Azərbaycan icması olaraq Ermənistanla Azərbaycan arasında yaranacaq sülhə ilk addım olaraq Qərbi Azərbaycandakı mədəni irsimizin bərpası məsələsinin gündəmə gətirilməsini vacib bilirik və bugünkü konferansın da mövzusu ilk növbədə bundan ibarətdir. Heç şübhəsiz bu konferansların, bu tədbirlərin, xüsusilə beynəlxalq ekspertlərin iştirak elədiyi bu tədbirlərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, region həqiqətləri ilə bağlı, Qərbi Azərbaycandakı gedən proseslərlə bağlı, Qərbi Azərbaycandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı dünya ictimaiyyəti lazımi məlumat alsın, dünya ictimaiyyəti əsl həqiqətləri bilsin. Ümid edirik ki, Ermənistan rəhbərliyi özündə lazımi iradəni tapacaqdır və beynəlxalq hüquqa söykənən bizim bu tələblərimizə müvafiq cavab verəcəkdir. Elə hesab edirik ki, gələcək sülhün də, regiona gələcək əmin-amanlığın da taleyi xeyli dərəcədə bu məsələdən və Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba yurtlarına qayıdışından, onların bu məsələ ilə bağlı beynəlxalq hüquqa söykənən haqlarının tanınmasından asılıdır. Biz iki tərəfli görüşlər zamanı həm qarşı tərəfin rəyini öyrənməyə çalışırıq, həm öz həqiqətlərimizi daha detallı şəkildə onlara izah edirik. Bilirsiniz, bu məsələ o qədər beynəlxalq hüquqa söykənən məsələdir ki, bütün danışıq apardığımız xarici ekspertlər bizim haqlı olduğumuzu etiraf edirlər və bu gün panel məruzələrində də siz bunun şahidi olacaqsınız. Biz əvvəlki konferanslarda da bunun şahidi olmuşuq. Yəni, Qərbi Azərbaycan icmasının irəli sürdüyü bu haqq işini müdafiə eləməmək mümkün deyil. Çünki biz Qərbi Azərbaycana qayıdış konsepsiyasını qəbul eləyəndə də orada xüsusilə göstərdi ki, bizim tarixi torpaqlarımıza qayıdış mübarizəmiz beynəlxalq hüquqa və daxili, ölkə daxili hüquqa söykənir və biz öz fəaliyyətimizdə də buna ciddi şəkildə əməl eləyirik. Ona görə də qarşı tərəf Ermənistan rəhbərliyi bizim bu haqq işimizi, haqq tələbimizi yerinə yetirməyə məhkumdular, borçludular. Çünki bu beynəlxalq hüquqa söykənir. Hər bir insanın öz doğulduğu, boya başa çatdığı ata yurduna qayıtmaq onun təməl hüququdur və bütün beynəlxalq konvensiyalar, aktlar, protokollar vasitəsilə bu hüquq tanınır
və biz gözləyirik ki, Ermənistan rəhbərliyi bu iradəni özündə tapacaq. Heç şübhəsiz onlar da dərk eləyirlər ki, bu bizim hüququmuzdur, biz qayıdacağıq. Sadəcə olaraq erməni ictimaiyyəti yavaş-yavaş bu reallığı qəbul eləməlidir. Sağ olun. Teşekkür ederim.